Salam gözəl həmvətənlərim. Bugün ayın 1-i 01-2026-cı il. Qoy ilimizin qədəmləri nurlu olsun. Azərbaycan dövlətinə, xalqımıza, millətimizə düşərli illərdən olsun. Bəli, bunu unutmalı deyilik ki, Azərbaycan Respublikamızın prezidenti cənab İlham Əliyevin Azərbaycan xalqına, millətinə böyük zəhməti və böyük qayğısı vardır. Azərbaycan Respublikamızın vitse-prezidenti Mehriban xanımında. Bəli, bunu da vurğulamalıyıq ki, Azərbaycan Respublikamızın hüquq mühafizə orqanlarının hər bir əməkdaşı xalqına, millətinə sədaqətlə xidmət edir, qayğı göstərir. Bir daha da bayramımız mübarək olsun. Qoy 2026-cı il uğurlu illərdən olsun. Bugün biz fəxrlə söyləyirik ki, Azərbaycan bütövlüyümüz bərpa olunub. Onu bərpa edən də şəxs Azərbaycan Respublikamızın prezidenti cənab İlham Əliyev Heydəroğludur. Bir daha da bayramımız mübarək olsun. Hörmətlə ARHD Az saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru, Kung Fu Federasiyasının hüquqşünası İsmail Zalov.